Müharibəsinin Yaponiya üçün nəticələri. Bilirsiniz, 2-ci Dünya müharibəsinin başlayan dövlətlərdən biri də Yaponiya idi. Yaponiya ümumiyyətlə tarixdə ilk müharibə iqtisadiyyatı quran ölkələrdən hesab olunur. Yaponiya 45-ci ildə bilirsiniz məğlub olacaqdı və məğlubiyyət nəticəsində Hiroşima, Nagasaki adaları, şəhərlər dağıdılmışdı nüvə silahı nəticəsində. Bundan paraleldə Yaponiyada işğal rejimi başlayacaqdı, ABŞ-ın işğal rejimi olacaqdı, iqtisadiyyat çökəcəkdi, əhalinin vəziyyəti ağırlaşacaqdı. Yaponiyada ABŞ-ın işğal rejimi 1945-dən 1951-ci ilə kimi. 40-cı ildə ABŞ işğal rejiminin olması Yaponiyanın Almaniyadan oxşar cəhət olacaq. Lakin 1947-ci ildə Yaponiyanın ikinci konstitusiyası qəbul olunacaq. Birinci konstitusiya bilirsiniz də 1889-dur. Konstitusiyası qəbul olundu. İkinci konstitusiyanın birinci konstitusiyada fərqli cəhətlər nələr idi? Birinci konstitusiyada imperator hakimiyyəti müqəddəs, toxunulmaz, qanunverici, icraedici hakimiyyət onun əlində isə ikinci konstitusiyada imperator sadəcə olaraq qalacaqdı yerində. Yəni İngiltərə modeli tətbiq olunacaqdı. Monarx qalır yerində, qanunverici orqan parlament, icraedici orqan hökumət və məhkəmə hakimiyyətləri olacaq. Söz, mətbuat, vicdan azadlığı, qadınlara seçki hüquqlarının verilməsi prosesi burada öz əksini tapacaqdı və demokratik təsisatlar yaranacaqdı. Amma Yaponiyanın hərbisizləşdirilməsi Almaniya kimi proses əsas üstünlüyü idi ki, bunu da tətbiq edəcəklər. Və Yaponiya militarizmlə, yəni ordu və hərbisizləşdirmədən əl çəkəcəkdir. Yəni hərbidən əl çəkəcəkdir. 1951-ci ildə San Francisco konfransı keçiriləcəkdir. San Francisco konfransı Yaponiya müharibə apardığı dövlətdən aparılan konfrans idi və burada bütün dövlətlər Yaponiya ilə sülh müqaviləsi bağlayıb. Bunu bir dənə belə deyək, Rus SSR və Çin qəbul edilməyəcəkdi. Sonradan onlarla da münasibətlər nizamlanacaqdı, amma yenə də həmin vaxtı qəbul edilməyəcəkdi və Yapon işğal rejimi baş tutacaqdı. ABŞ-ın hərbi bazaları yerləşdiriləcək. Lakin ABC-ın hərbi bazalarında ABC əsgərlərinin törətdiyi cinayətlərə görə Yapon xalqı buna etiraz edəcəkdi və buna görə də bu etirazla əlaqədar olaraq ABŞ hərbi bazada çıxarılacaq. 20-ci əsrin 50-ci illəri Yaponiyanı Yaponiya eləyən proses başlayacaq. İqtisadi möcüzə dövrü başlayır. İqtisadi möcüzə deyəndə, 50-ci illər deyəndə siz bunu Almaniyaya verirsiniz, 80-ci illər deyəndə Türkiyəni oxşar cəhətdir. Yəni 20-ci əsr 80-ci illər Türkiyəni, 50-ci illər Yaponiya oxşar cəhətdir iqtisadi möcüzə. İqtisadi möcüzə necə başlayacaq? 1950 və 1953-cü ildə Koreya müharibəsi Yapon iqtisadiyyatının canlanmasına böyük təkan verəcək. ABŞ özünün ehtiyacı duyduğu məhsulları uzaq məsafədən gətirmək əvəzinə Yaponiyada istehsal prosesinə başlayacaqdı və Yaponiya buna görə də istehsalatını artıracaqdı və məhsul istehsalatı yaranacaqdı. Amma Yapon iqtisadi möcüzəsinin baş verməsinin bir çox səbəbləri var. Birinci səbəb hökumət subsidiyaları tətbiq edir. Subsidiyalar yəni hökumət güzəşdiriləcək. İkinci səbəb xam mal, bilirsiniz Yaponiyanın heç nəyi yoxdur, yəni özünün heç nəyi yoxdur. Xam mal rüsum olaraq sıfıra endiriləcəkdi, amma məhsulun gəlişi çox böyük rüsum olaraq tətbiq olunacaq. Bu ikinci proses, strategiyadır. Üçüncü strategiya isə Yaponiya öz istehsal edən məhsulları dünya bazarına çıxarmaqda tələsməyəcəkdir və hökumət himayədarlıq edəcəkdir. Bu necə olacaqdır? Misal üçün deyək ki, marketin hazırlanması üçün xam mal ölkəyə pulsuz gətiriləcəkdir və ölkə digər marketlərin gətirilməsi qəti qadağandır. Və markerlər hazırlanırdı, ölkə bazarına buraxılırdı, dövlətin nəzarəti altında. Və bu satış prosesi baş verirdi və məhsul yenidən istehsal olunurdu. Hökumət bu markerin müəyyən keyfiyyətə çatana qədər, yəni dünya bazarında rəqabətə çatana qədər himayə edirdi. Çatandan sonra bunu artıq dünya bazarına çıxarmağa məsləhət bilirdi və himayədarlığına dünya bazarına çıxarılırdı. Yəni ümumilikdə Yapon iqtisadi möcüzəsinin baş vermə səbəbləri strateji hədəfləri daha yaxşı seçmək, düzgün seçmək, subsidiyaların verilməsi və ölkənin, dövlətin özünün himayə eləməsidir. Ən əsas hədəf isə təhsil idi. İnsan faktoru, kapitalı. Təhsilə çox böyük yatırım edəcək Yaponiya. Təhsil sistemi çox güclü olacaq. Yəni düşün ki, Yaponiyada 6-cı sinifə qədər evə heç bir tapşırıq verilmir, ancaq müəyyən bir sistem qurulur. 6 ilə 10-cu sinifə içərisində uşağı elə yüklülər ki, uşağın canı çıxır. 10, 11, 12-ci sinif isə uşağın onsuz da universitetə hazırlıq dövrüdür. Orada da yenə eyni qədərdə proses gedir və təhsil çox güclüdür. Yəni düşünürsünüz ki, yəni siz düşünməyin ki, sizin proqramınız ağırdır. Yapon proqramı bizimkilərdən daha da ağır olacaqdır. Və qısa müddət ərzində Yaponiya 70-80-ci illərdə dünyanın ən güclü dövlətlərinə çevriləcək.
Müasir dövrdə isə dünya iqtisadiyyatının 3 böyük mərkəzindən biri də Yaponiya hesab ediləcək. Bu da sizin dərsiniz.